Ukrayna Silahlı Qüvvələri Rusiyanın nadir kəşfiyyat pilotsuz təyyarəsi olan Albatros M5-i vurub. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin 63-cü əlahədə mexanikləşdirilmiş briqadası məlumat yayıb. Biz ilk dəfə olaraq Rusiyanın nadir pilotsuz təyyarəsi olan Albatros M5-i vurduq, deyə briqada qeyd edib. Qeyd olunub ki, bu dron real vaxt rejimində skan edilmiş ərazidə insanları müəyyən edən neyron şəbəkə ilə təchiz edilib. Rus qüvvələri ötən gün axşam saatlarında Xarkova PUA-larla hücum həyata keçirib. Bu barədə şəhər meri məlumat verib. Son 40 dəqiqə ərzində düşmən Xarkov şəhərinə 14 zərbə endirib. Xarkov şəhərinin Kiyevski rayonunda şahid PUA-sının vurulması qeydə alınıb. İniş yerində yanğın var. İlkin məlumata görə tələfat yoxdur. Məlumat dəqiqləşdirilir. Hücum zamanı bir nəfərin yaralandığı vurğulanıb. Daha öncə şəhərdə silsilə partlayışlar barədə məlumat verib. İsrail Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri Suriya paytaxtının şimalındakı Masakin Beyz bölgəsində yerləşən hərbi obyektə raket zərbəsi endirib. Bu barədə Suriya telekanalı məlumat yayıb. Qeyd olunub ki, hava hücumundan sonra Dəməşq və onun ətrafında güclü partlayış olub. Hava hücumuna məruz qalan obyekt Suriyanın keçmiş ordusuna məxsusdur. NATO müttəfiqləri 2025-ci ilin ilk 3 ay ərzində Ukraynaya 20 milyard avrodan çox hərbi yardım ayırıblar. Buna NATO baş katibi Mark Rutte deyib. Onun sözlərinə görə, NATO'nun Rusiya tərəfindən üzləşdiyi təhlükə hələ də qalmaqdadır. O xatırladıb ki, Rusiya, Çin, İran və Şimali Koreya ilə əməkdaşlığı davam etdirir və bu təkcə Ukraynaya deyil, həm də NATO'da və bütün dünyada qeyri-sabitliyi artırır. İran hava məkanını bağlamaq və ABŞ-ın təhdidləri ilə bağlı ordunu hazır vəziyyətə gətirmək barədə qərar qəbul edib. Bu barədə Mehr Agentliyi məlumat yayıb. Qeyd olunub ki, İran qüvvələri hadisələrin istənilən inkişafına hazırdır və bütün ordunu ən yüksək hazırlıq səviyyəsinə keçirdir. Rusiya və İran Xarici İşlər Nazirlərinin müavinləri Sergey Ryabkov və Məcid Təxtirəvançı arasında dünən görüş keçirilib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, görüşdə İranın nüvə proqramı ətrafındakı vəziyyət və Magnitsky'nin nüfuzundan istifadə edən qərb ölkələrinin manipulyasiyası müzakirə edilib. Bu kontekstdə İran əleyhdarlarının hərbi güc tətbiqinin qeyri-qanuni və yol verilməzliyi, xaricdən İranın nüvə enerji strukturunun bombalanması ilə bağlı təhdidlərin qəbul edilməzliyi, bunun qaçınılmaz olaraq bütün yaxın şərq regionu üçün geniş miqyaslı və geri dönməz radioloji və humanitar nəticələrə gətirib çıxaracağı qeyd olunub. Tehran nüvə sazişi ilə razılaşmasa və nüvə silahı üzərində işi dayandırmasa, İran sentyabr ayına qədər yox olacaq. Bu barədə Britaniyanın Daily Express qəzeti ABŞ prezidenti Donald Trump'ın administrasiyasındakı mənbələrə istinadən yazır. Qəzetin məlumatına görə, ABŞ-ın yaxın şərqə bombardımançı təyyarələr və əlavə aviadaşıyıcılar yerləşdirməsi İrana verilən vaxtın daraldığını göstərir. Qeyd edək ki, daha öncə Amerika mətbuatında ABŞ-ın yaxın həftələrdə İrandakı nüvə obyektlərinə zərbələr endirməyi planlaşdırdığı barədə məqalə dərc olunub. Martın 30-da ABŞ prezidenti Donald Trump İranın nüvə proqramı üzrə danışıqlarda irəliləyiş əldə olunması 2 həftə ərzində Tehrana ikinci dərəcəli tariflər tətbiq edəcəyini bəyan edib. O əlavə edib ki, saziş tamamilə rədd olunarsa, İslam Respublikası misli görünməmiş bombardımanlarla üz-üzə qalacaq. Öz növbəsində İranın ali dini lideri Əli Xamneyi Trump'ın təhdidlərinə cavab verərək ABŞ-ın hərbi müdaxilə ehtimalına inanmadığını qeyd edib. ABŞ prezidenti Donald Trump ölkəyə avtomobil və ehtiyat hissələrinin idxalına 3 aprel tarixindən etibarən 25% gömrük rüsumlarının tətbiq olunmasını izah edərək, ABŞ-ın digər ölkələr qarşısında uzun müddət kapitulyasiya etdiyini qeyd edib. Bu barədə ABŞ lideri media qarşısında çıxışında deyib. Mən digər ölkələri günahlandırmıram. Mən keçmiş ABŞ prezidentlərini günahlandırıram ki, bu fəlakətli iqtisadi disbalansa yol veriblər. Biz onların büdcə kəsirlərini qarşıladıq, ordularını maliyyələşdirdik və bütün dünyaya qayğı göstərdik.
Bu artıq bitir. Trumpın sözlərinə görə yeni tariflər ABŞ iqtisadiyyatının böyüməsinə səbəb olacaq. O, eyni zamanda beynəlxalq şirkətlər üçün bir çıxış yolu təklif edib. Əgər tarif dərəcənizin 0 olmasını istəyirsinizsə, məhsulunuzu elə burada Amerikada istehsal edin. Ukrayna və Rusiya tam atəşkəsə yaxınlaşıb. Belə bir addımın atılması üçün iki ölkənin şərtlərini razılaşdırmaq lazımdır. Bu barədə ABŞ prezidenti Donald Trumpın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keith Kellogg bəyan edib. Biz hərtərəfli 30 günlük atəşkəsə nail olmaq istəyirik. Buna nail olduqdan sonra müharibəni bərpa etmək çox çətin olacaq. Mən buna inanıram. Onun fikrincə, indi müqavilə şərtlərini, yəni Ukrayna və Rusiyanın mövqelərini ifadə edəcək sənədləri formalaşdırmaq, sonra onları bir araya gətirmək lazımdır. Kellogg qeyd edib ki, ABŞ prezidenti Donald Trump həm Ukrayna prezidenti Vladimir Zelenski, həm də Rusiya lideri Vladimir Putinlə əlaqə saxlayır və o, iki ölkə arasında razılaşma əldə edə biləcək. Fransa prezidenti Emmanuel Macron ilk dəfə olaraq ifraz sağçı lider Marine Le Penə qarşı səs-küylü məhkəmə hökmünü şərh edib. Macron 3 əsas məqamı qeyd edib. Məhkəmə sisteminin müstəqil olduğunu, işə baxan hakimlərə qarşı təhdidlərin qəbul edilməz olduğunu və hər kəsin ədalətli məhkəmə araşdırması hüququnu olduğunu, qanun hamı üçün eynidir. Macron həmçinin qeyd edib ki, məhkum olunmuş hər bir şəxs apellyasiya hüququnu özündə saxlayır. İranın nüvə proqramını məhdudlaşdırmaq üçün yeni razılaşmanın əldə edilməsi şansları zəifdir. Əgər bu razılaşma imzalanmasa, hərbi qarşıdurmadan qaçmaq çox çətin olacaq. Bu sözləri Fransa Xarici İşlər Nazirliyinin rəhbəri Jean-Noël Barrot deyib. Bu müqavilənin vaxtının bitməsinə cəmi bir neçə ay qalıb. Yeni müqavilə uğursuz olsa, hərbi müdaxilədən qaçmaq demək olar ki, mümkün olmayacaq. Barrot əlavə edib ki, xarici vətəndaşların İslam Respublikasında saxlanılması ilə bağlı Avropa Birliyinin İrana qarşı yeni sanksiyaları yaxın həftələrdə təsdiqlənəcək. ABŞ Rusiyaya qarşı sanksiyalar siyasətini genişləndirib. Bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb. Qeyd olunur ki, terrorla mübarizə ilə bağlı 4 fiziki şəxs, 3 şirkət və 1 yük gəmisi sanksiya siyasətine daxil edilib.